Biz yenə də yox deyə bilərik, nə dəsə tanrı. Bəli, deyir də. Nəyə deyə bilərik? İnsan yox deyir. Hətta yox deyir. Allahın dediyi kimi yaşamaq istəmir. Yox, pozitiv mənada mən deyirəm. Pozitiv mənada Allah nəyə yox deyirsə biz də ona yox deməliyik. Bu mənada. Allah deyir haram yemə, yox deyir. Biz də harama yox deyəcəyik. Allah zinaya yox deyir. Niyə yox? Yenə də Allahın yox dediklərinə yox deyəcəyik. Müsəlman olmaq təslim olmaqdır. Ya amma yenə də Müslim sözünün mənası təslimiyyət mühümdür. Təslimiyyət ancaq Allahadır. Yəni Allahdan başqasına yoxdur. Niyə görə təslimiyyət? Təslimiyyət Sevinç xanım, azadlığın əsasıdır. Allaha təslim olmayan azad olamaz. Amma biz onu tamam əksinə Allaha anlayırıq. təslim olmayan nəfsinin köləsi olar. Ehtirasının köləsi olar. Sərvətinin köləsi olar. Baxın, bayaq dedim, siz bir şeyə əmanət kimi baxırsınız, yoxsa mülkiyyət kimi baxırsınız. Baxın, indi tarazlığa gedirəm, fikir verin. Allah insanı yaratdı, vəzifə verirdi. İndi Allah insanın o vəzifəni yerinə yetirmək üçün insana 3 dənə şey verib. Başqa varlıqlardan seçib, üstün qılıb yəni insanı. Onun biri ağıldır, biri vicdandır, biri iradədir. Ağıllı, iradəli, vicdanlı olmaq insanın üstün olması deməkdir. Başqa varlıqlardan seçilməsi deməkdir. Ağıllı varlıq, iradəli və vicdanlı varlıq. Amma Allah insana iradə verdiyinə görə burasında diqqət çəkirəm, diqqət edin. Allah eyni zamanda ağlını xeyrə yönəltməsini istəyir istən. Çünki insan iradəli olduğuna görə Allahın verdiyi ağıl nemətindəki o tarazlığı pozub, ağlı şərə də xidmət etdirə bilir. Xeyrə də xidmət etdirə bilir. Baxın, buna biz deyirik ifrat və təfrit və orta. Baxın, ağlın ifratı budur. Ancaq mən deyən doğrudur. Baxın, bir düşünün, ailədəki problemlərin bir qismi bununla bağlı deyil. Xanıma deyir ki, mən deyən doğrudur, mən deyəni əməl edəcəksiniz. Məktəblərdəki problem, diqqətlə düşünsünlər, hər kəsə bax, müraciət edirəm. Görün ailədəki, cəmiyyətdəki, məktəbdəki, bütün cəmiyyətin sosial bütün sahələrindəki problemin biri mən deyən olmalıdır, ancaq mən doğru düşünürəm. Yəni təkəbbür deyil, təkəbbür tarazlığın pozulmasıdır. Ağlın ifratı ikincisi nədir? İnsan ağlını şərə xidmət etdirir. Atom bombası düzəldir və insanları öldürür. Bax, bugün Ukraynada görürsünüz də. Baxın, elə bomba var, Sevinç xanım. Bir qiyməti 100 min dollardır. Peki bu 100 min dolları xeyrə, bərəkətə, məktəbə, elmə, təhsilə, cavanları evləndirməyə, kitab almağa, şəhərimizi, ölkəmizi, dünyamızı gözəlləşdirməyə sərf etsəydik olmazdımı? Deməli, ağlın belə bir təhlükəsi var. Baxın, diqqət edin nə söyləyirəm. Bəs ağlın təfridi nədir? Ağlın təfridi də ağlın istifadə olunmamasıdır. Baxın, aşırı istifadə